İşi dayandırmaq imkanı olduğu halda bunu etməmək bir fərdi məsuliyyət yaradırmı? Baxın, bu artıq böyük bir prosesdir. Sual qısa olsa da böyük bir prosesdir. Niyə görə? Biz birincisi başa düşməliyik ki və bilməliyik ki, işi dayandırma deyəndə bəzən işi dayandırmaq daha böyük problemlərə gətirir, çıxardır. Nəinki vaxtında iş başlamamışdan əvvəl riskləri qiymətləndirmək. Biz vaxtında riskləri qiymətləndirmirik. Amma gəlirik iş zamanı görürük ki, böyük bir problem var və işi elə bir momentdə saxlayar ki, əmək mühafizəsi mühəndisi özü də bilmədən böyük bir katastrofaya gətirər, çıxardır. Yəni necə işi saxlamalıdır əmək mühafizəsi mühəndisi? Yəni dayan deyərək qışqırmalıdırmı? Yəni necə də? Yəni mən bunun tərəfdarı deyiləm. Niyə görə? Səthən mühəndisi, mütəxəssisi işi dayandırmalı deyil. İşi dayandırırsa da belə onun proseduru olmalıdır. Hansı formada iş dayandırmalıdır? Nə zaman iş dayandırmalıdır? Hansı problemdə iş dayandırılmalıdır? İşin hansı etapında dayandırıla bilərmi, dayandırıla bilməzmi məsələləri var. Bu bir. İkincisi, biz işi dayandırmağa tam hüquqlu şəxs deyilik, səthən mühəndisi olaraq. Aha, deyilik. Deyilik. Çünki işin rəhbəri biz deyilik, işin yiyəsi biz deyilik. Biz sadəcə olaraq məsləhət görə bilərik və göstəriş yaza bilərik ki, burada bu problem var. E-mail yazdıq, tutalım ki, CEO-ya və yaxud da ki, iş rəhbərinə, iş icraçısına e-mail yazırıq. Burada böyük bir problem var. O da istəyər cavab yazar, istəyər cavab yazmaz. Yəni o da onun şəxsi işidir. Bizdən çıxsın. Bizdən çıxdı. O da götürüb yaza bilər ki, bilirəm problemi, mən tam məsuliyyəti öz üzərimə götürərək deyirəm ki, iş davam edəsin. İş yiyəsi odur. O işi davam elətdirəcək. Yəni biz işi gəl, saxla, qışqır, dayan. Biz elə bir problemə gətirər çıxardar ki, məsələn, loto sistemini götürək də. Axı əmək mühafizəsi mühəndisi loto sisteminin tam dərinliyini bilməyən bir adamdır. Axı burada energetik var, tam avtomatik var. Elə bir prosesdə əmək mühəndisi mütəxəssis işi saxlayar ki, digər tərəfdə birinə cərəyan amili və yaxud da tok vurar. Günahkar əmək mühafizəsi mühəndisi olacaq ki, işi saxladı, belə bir proses oldu. Biz ona görə də bu böyük bir prosesdir. Bu nəzarətdə saxlamaq lazımdır. Yəni əmək mühafizəsi mühəndisi işi saxlamamalıdır.